Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Resulillahil emin. Ve ala alihi tayyibin tahirin. Ve la'natullahi ala a'daihim ecma'in minel ane ila yevmiddin. Amma ba'd. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Əvvəlcə hamınızı salamlayıram. Allah bizi həmişə mehriban eləsin, bizi həmişə bir yerdə qərar versin. Dünya və axirətdə bir-birimizə dost, mehriban və əhl-i beyt ardıcılarla qərar versin inşallah. Bugünkü mövzumuz Allahı tanımanın mərhələləri barəsindədir. Allahı tanımanın bir neçə mərhələsi var ki, bu mərhələlərin hər biri ayrı-ayrılıqda bəhs olunur. İndi yenə mən köhnə keçən səfərki sünnəyə, üsluba işarə edib, cümlə və cümlə oxuyuram və oradan anlaşılan mənanı istəyəcəm, çalışacağım sizin üçün çatdırım. Allahı tanıma bəhsinin əsas müqəddimələrindən biri budur ki, Allahı tanımaqdan danışılarkən müxtəlif mənalar nəzərdə tutula bilər. Allahı tanımaq yəni nə? Allahı tanımaq nə mənadadır? Allahın zatını tanımaqmı? Allahın sifətlərini tanımaqmı? Allahın feilini tanımaqmı? Hansı üsullardan istifadə olunacaqmı? Hansı mənalar burada başa düşülür? Başqa sözlə, Allahı tanımanın müxtəlif mərhələləri var ki, onlardan ən əsası bunlardır. Çoxdur mərhələlər, əsas nöqtələr bunlardan ibarətdir. Bir budur ki, Allahın həqiqətini, mahiyyətini tanımaq. Bu barədə bizim məzhəbimiz və yaxud İslam dini bütünlükdə necə başa düşürük? Allahın zatı nədən ibarətdir? Yəni bizim digər əhl-i sünnə qardaşlarımızdan fərqimiz budur ki, biz Allahın zatı barəsində bir söz deyə bilmirik. Allahın zatı nədən ibarətdir? Bizdə kim, nə, hara, hansı suallarına cavab verən varlıqlar yalnız cisimlərdən ibarətdir. Yalnız kim, nə, hara, cisim. Biz əgər Allah barəsində desək, Allah nədir? Mütləq biz onu cisimləşmiş formaya salıb cavab verməliyik ona. Allah necədir? Necə? Həmin əşyanın sifətini bildirir. Necəliyini bildirir, sifət onun üçün formalaşdırır. Allahın zatının necəliyindən. Necə, artıq biz Allahın zatının necəliyini başa salmaqdan ötürü mütləq biz onu bir nəyəsə oxşatmalıyıq, nəyəsə bənzətməliyik, ona əl, qol, ayaq nisbəti verməliyik və Allah barəsində məhdud və Allahın təhqir olunmuş bir formasını göstərməliyik insanlara. Çox təəssüflər olsun ki, bu məsələlər cəhli rivayətlərlə, saxta rivayətlərlə, Buxaridə, Müslimdə də var. Allah ayağını salacaq, Allahın əli belə gəldi, cəhənnəmə salacaq, möminlər onu budundan tanıyacaqlar və s. və ilaxır. Bu Allahın sifətləri kimi onu göstərirlər insanlara. Biz baxaq görək, Allahın zatını tanımaq olur, olmur. Allahın zatını tanımaq üçün bir dənə belə təcrübə kimi bir misal çəkmək olar. İki məhdud bir varlığı, bir-birinin içinə daxil etmək. Hələ məhdud varlıqdan danışıram. Məsələn, dənizi biz stəkanın içinə yerləşdirə bilərikmi? Dənizi yox, mümkün deyil. Baxmayaraq ki, dəniz də məhduddur. Məhdud ona deyirlər ki, əvvəli və sonu var. Dənizin başlanğıcı və sonu var. Orada da qutarır, sonra quraqlıqlar başlayır. İstəkanın da məhduddur. Onun da başlanğıcı və sonu var. Ondan sonra istəkan dolur, daşır. Baxıb görürük ki, biz hələ məhdud olan şeyi, məhdud bir şeyin içine daxil edə bilmirik. İndi Allahın zatını dərk eləmək. Allahın zatını dərk eləmək mümkündür, mümkün deyil. Bizim dərkimiz ağlımızın çərçivəsindədir. Ağlımız isə nədir? Məhduddur. Biz ağlımız məhduddur, amma dərk olunan şey o da məhduddur. Hələ biz məsələn stəkanı başa düşmək istəyirik, nəlbəkini başa düşmək istəyirik, kitabı başa düşmək istəyirik. Biz əgər bir şeyi dərk edəndə mənası budur ki, bizim fəhmimiz həmin o şeyi əhatə edir. Bizim anlayışımız, bizim ağlımız o şeyi əhatə edir, ondan sonra biz onu dərk edirik. Dərkin mənası budur ki, o gəldi, girdi bunun içinə. Biz stəkanı başa düşmək istəyirsə, başa düşəndə mənası budur ki, bizim ağlımız onu əhatə elədi, artıq biz onu başa düşürük. Başa düşmədiklərimiz isə mənası budur ki, bizim ağlımız hələ onu əhatə eləməyib. İndi biz Allahın varlığını dərk edə biləcəyik, eləyə bilməyəcəyik. Bizim ağlımız məhduddur, Allah isə hüdudsuzdur. Allahın əvvəli və sonu yoxdur. Hər şeyin əvvəli də odur, sonu da odur. Varlığın başlanğıcı odur. Varlığın sonu da odur.
bütün varlıqlar sonradan yaranıblar. Amma Allahın zatı həmişə var, əbədi olaraq da qalacaq və heç vaxt fənaya uğramayacaq. Allahın zatı digər zatlardan, varlıqlardan fərqi onun əbədiliyi və onun varlığının özündən olmasıdır. Yəni onu heç kəs yaratmayıbdır. Əgər yaratsa, o da o barədə danışacaq, mümkünün vücud nədir, vacibül vücud nədir, bunlar barəsində danışacaq. İndi belə bir olan surətdə bizim məhdud ağlımız hüdudu olmayan bir varlığı əhatə edə bilərmi? Xeyr, mümkün deyil, eləyə bilməz. O belə olan surətdə biz Allahı tanımağımız, zatını və mahiyyətini tanımağımız qeyri-mümkündür. Bəs biz Allahı necə tanımalıyıq? Başqa yollar var. Həzrət Peyğəmbər sallallahu imamlarımızdan çox bu barədə hədislər var ki, Allahın zatı barəsində düşünməyin. Nə düşünsən Allahın zatı barəsində bir dənə bir şey yaranacaq sənin beynində. Allahın zatı necədir? Dərhal bir dənə əl, qol, nə bilim bir şey fikirləşəcək onun barəsində. Fikirləşdirsə biz həmin onu balacalaşdırıb, sıxlaşdırıb yerləşdirdik bizim öz beynimizə. Bizim beynimizdə olan Allah ki biz təsəvvür edirik, o həmin Allah deyil. Həmin o bizim hər bir şeyi əhatə edən və heç bir hüdudu olmayan Allah deyil. O artıq bizim beynimizdə olan formalaşan xırdaca bir gücdür. Bundan başqa bir şey deyil. Ona görə buyurur ki, Allahı tanımaq dedikdə bəzən Allahın zatını tanımaq başa düşülür. Allahı tanımaq bu mənada mümkündürmü? Cavabın deyil, kəlamçıların və İslam filosoflarının bu suala cavabları mənfidir. Yəni mümkün deyil ki, mən bayaq qeyd edədiyim şey. Əqli və nəqli dəlillər təsdiq edir ki, əqli dəlillərimiz bayaq dediyim o əhatə eləmək dəlildir. Nəqli dəlillərimiz də rivayətlərimiz və ayələrimiz. Təsdiq edir ki, Allahın həqiqətinə və zatına varmaq nə insan, nə də digər bir məxluq üçün mümkün deyildir. Hansı bir məxluqu düşünürsə, məxluqun özü məhduddur. Məxluqun özü, yaradılışın özü, ən böyük kainatları götürsək, galaktikaları götürsək belə, onun yenə əvvəli və sonu var. Onun ağlı boyda da olsa, onun da özü boyda ağlı olsa, 50 dəfə də ondan çox böyük ağlı olsa, yenə Allahı əhatə edib onu dərk eləyə bilməz. Bu məsələnin əqli dəlili bundan ibarətdir ki, gələcək bəhslərdə də qeyd edəcəyimiz kimi barəsində danışacaq. Allahın zatı sonsuzdur və mütləqdir. Yəni, mütləq budur ki, Allahın zatı mütləq deyəndə mənası nədir? Bunu bir dənə qısa formada izah eləyək. Bizim varlığımız müqəyyətdir deyirlər, mütləqin müqabilində. Mütləq budur ki, Allahın zatının olması üçün heç bir şərt yoxdur. Allahın zatının olması üçün heç bir səbəb yoxdur. Allahın zatı zatən var və Allah varlığı özündəndir. Heç bir varlıq ona varlıq əta eləməyibdir, bağışlamayıbdır ki, o var olsun. Bizim varlığımız müqəyyətdir, mütləqin müqabilində. Niyə? Çünki bizim varlığımızın, bizim özümüzün var olmağımızda səbəb var. Səbəblər çoxdur. Bir, müqəyyət səbəblər var, bir də tam səbəblər var. Müqəyyət səbəblər odur ki, təbii qanunlar əsasında yaradılan şəraitlərdir, şərtlərdir. Bir dənə insanın doğulması üçün ata və ana nədir? Şərtdir. Düzdür? Kifayət deyil, şərtdir. Və onların mütfəsinin bağlanması üçün ananın və atanın problemi olmamalıdır. Ya yox, tibbi cəhətdən. O nütfə ora düşəndən sonra Allah iradə eləsə o meydana gələcək. Allahın da iradəsi bu formada gerçəkləşir ki, çox vaxt belə olur ki, bəli, heç bir mane olmadığı arada orada uşaq dünyaya gəlməlidir. Bəzən heç istəyir, Allah istəyirsə heç gəlməyəcək. O Allahın tam səbəb Allahın iradəsidir. Allah iradə elədi, o varlıq yaranacaq. İradə eləmədi, o varlıq yaranmayacaq. Bir ağacı, kökünü sən səhərdən axşamayacaq günəşin altında saxla ki, o bar versin, verməyəcək. Onun üçün gərək yerə əkilsin, ona günəş işığı düşsün, ona lazım olan su verilsin və s. və ilə ki, onu boya başa çatsın. Yoxsa belə məsələlər, həmin o ağac bitməyəcək. Həmin o təbii səbəblərə deyirlər, tam olmayan səbəblər, şərtlə olan səbəblər. Bir də var, tam səbəb. Tam səbəb də Allahın nədir? Tamamilə iradəsidir. İndi o varlığın vücuda gəlməsi, bizim varlığımızın vücuda gəlməsi deyirik. Vücudumuz yox, vücuda gəlməsi. Niyə? Çünki biz əvvəl olmamışıq. 1980-cı ildə dünyaya gələn insan 79-da yox idi, 78-də yox idi. Onun barəsində təsəvvür də yox idi. Deməli, buna kimsə bəxş edilib. Bu həyatı, bu varlığı ona bəxş edən bir varlıq var. Bizim hər birimizin vücudumuzun yaranması mövcudluğu ehtiyaclıdır. Kimə? Yaradana.
Amma Allahın vücudu ehtiyacsızdır və yaradana da ehtiyacı yoxdur. Yaradan özü olan, yaradanın özü olan və heç bir kəs tərəfindən yaradılmayan, şərtlər əsasında yaradılmayan varlığa deyirlər nə? Mütləq varlıq. Allahın zatı mütləqdir. Bu məna mütləq deyil də bu məna nəzərdə tutulur. Bizim varlığımız isə mütləq deyil. Bizim varlığımız etibaridir. Belə deyək. Əsaslardan, səbəblərdən asılıdır. Olmasa olmayacaq, olsa olacaq. Bəli. Allahın zatı sonsuzdur. Bizim amma zatımız sonu var. Biz bir gün varıq, bir gün yoxuq. Və mütləqdir. Başqa varlıqlar isə, yəni o cümlədən insan nədir? Məhduddur. Biz indi bu cür məhdud bir varlıq, sonsuz və mütləq bir varlığı qəbul edə bilər, dərk edə bilər, eləyə bilməz. Digər tərəfdən, hər hansı bir şeyi dərk etmək, subyektin, yəni dərk edənin, obyektə, yəni dərk olunana əhatəsi deməkdir. Yəni, mən dərk eləyənəm, məsələn, stəkan dərk olunandır. Mən stəkanı dərk elədim. Burada dərk eləyən mənəm, dərk olunan nədir? Stəkandır. Mənası budur ki, mənim ona elmi əhatəm var. Mənim ağlım onu əhatə elədi, elmim onu əhatə elədi. Bu mənadır. Məhdud varlıqların sonsuz və mütləq varlığı əhatə etməsi mümkün olmadığı üçün məxluqların Allahın zatını dərk etməsi mümkün deyildir. Biz məhdud varlıqlar, sonsuz varlıqları dərk eləyə bilmədiyi üçün, əhatə eləyə bilmədiyi üçün də bizim Allahın zatının dərki barəsində söhbət gedə bilməz. Bu səbəbdən də Allahın zatı nəinki bizim üçün məchuldur, hətta belə bir idrak mümkün deyil. Ümumiyyətlə, heç bir varlıq, nəinki biz, heç bir varlıq Allahın zatını dərk eləmək imkanına malik deyil. Quran-ı Kərimdə onların elmi isə Allahın zatını əhatə edib qavraya bilməz. Taha surəsi 110-cu ayədə bu barədə nəqli dəlillərimiz də var ki, heç bir kəsin elmi Allahın varlığını dərk eləyə bilməz, Allahın zatına çata bilməz. İndi qaldı ki, biz ona əl-ayaq nisbəti verək, belədir, elədir, bu nə bizim üçün, nə də digərləri üçün mümkün deyil. Bu bir. Deməli, nəticə olaraq bu qeyd olundu ki, Allahı tanımaqdan məqsəd Allahın zatını dərk etmək deyil, bu deyil. Allahın var olmasını dərk etmək. Bu ehtimal da var. Allahı dərk etmək nə? Allah var, Allah vardır. Bunu təsdiq eləmək. Bəli, Allah var. Bəli, bəzi insanlar var ki, Allah yoxdur. Allahın varlığını dərk eləmək üçün müəyyən dəlillər lazımdır. Ki, bu dəlillər kifayət qədərdir. Hər bir varlıq özü sənə dili ilə deyir ki, məni Allah yaradır. Bir dənə ona diqqət eləsək, bir dənə ona baxsaq, biraz ona həqiqi gözlərlə baxsaq, baxıb görəcək ki, mən 3 gün bundan qabaq yox idim, 5 gün bundan qabaq yox idim. Mənim varlığım mən özümdən deyil, mən özümü yaratmamışam, özümə əl qol verməmişam. Mənim mütləq bir yaradan var. Hər bir varlığın daxilində olan orqanlar, hüceyrələrin hər biri deyir ki, mən Allahdan xəbər verirəm sizə. Mən yaradandan xəbər verirəm sizə. Çünki hər birimiz Allahın nümunəsiyik. Allahın yer üzündə əl işiyik, sənətiyik. O bir misal çəkirlər ki, məsələn, bir dənə gözəl bir rəsm əsərinə rastlaşanda dərhal o rəsmin rəssamını düşünürsən. Görəsən bunu kim çəkir? Düşünmürsən ki, o rəsm öz başına gəldi, orada çəkildi, təsadüfən quruldu, orada formalaşdı. Yox, dərhal onun rəssamını fikirləşirsən. Görün nə qədər rəsimlər çəkir Allah Taala. Ana bətnində, suyun içində rəsimlər çəkir Allah Taala. Və insanlara müxtəlif formalarda surətlər verir. Elə bir surətlər ki, digərlərindən fərqlidir. Elə barmaq ucları verir ki, heç birinin bu boyda balaca bir nöqtədə əhatələnən xətlər hər bir insanda fərqli-fərqlidir. Elə bir insan yoxdur ki, onların barmaq ucları digərləri ilə düz olsun. Çünki cinayətkarları həmin barmaq ucları ilə, barmaq izləri ilə tapırlar. Və bu barmaq ucunun özü Allahın ayəsidir. İnsanın özü Allahın ayəsidir. Günəş, ay, ulduzlar Allahın ayəsi. Allahın ayəsi, yəni Allahın nişanələri. Allahdan xəbər verən varlıqlar. Bunu ilə Allah yetinməyibdir, hətta peyğəmbərlər göndəribdir özündən xəbər vermək üçün. Öz əhkamını çatdırmaq üçün peyğəmbərlər, imamlar, elçilər göndəribdir. Bəli, indi bir adam Allahın varlığını dərk eləməsi, Allahın var olmasını dərk eləməsi mümkündür, mümkün deyil, bəli, mümkündür. Və bunlar hər biri Allahın varlığından xəbər verir. Allahı tanımağın digər bir mərhələsi Allahın var olduğunu bilməkdən ibarətdir. Bir adam bilmir, vardır ya yoxdur.
qəti dəlillər gətirdi, özü üçün öyrəndi, əldə elədi ki, bəli var. Bu cür dərk mümkündür. İnsan bu dərk sayəsində ateistlərdən və skeptiklərdən cümləsi var burada. Skeptiklər fars dilində şəkkak deyilir. Şəkk eləyənlər. Allahın varlığı barəsində şəkk eləyənlər. Ateistlər ümumiyyətlə Allahın varlığını inkar edir. Bu skeptiklər isə Allah varlığını şəkk edir. Var ya yoxdur. Bu barədə hələ konkret bir qərara gəlməyiblər. Elə ki, insan Allahın var olduğunu dərk elədi, bu zümrədən olan insanlardan fərqlənəcək, ayrıldı. Bu sırada deyil. Nə ateist deyil, nə digərlərindən deyil. Allaha inananların gəlir, daxil olur cərgəsinə. Bəşər nəinki bu cür dərkə nail ola bilər. Hətta bu idrak Allahı tanımanın digər mərhələlərinin təməli sayılır. Həqiqətən də Allahı tanımağın əvvəli buradan başlayır. Allahın var olduğunu birinci dərk eləməlisin. Allahın var olduğunu dərk eləmək üçün birinci söhbət gedir. Allahın varlığı mümkündürmü? Mümkün deyil. Bu barədə söhbət gedir. Bütün bu nizam, intizam bizə göstərir ki, Nəzm dəlilində biz bunların hər birini ayrı-ayrı oxuyacaq. Fitrət dəlili ilə ayrıca oxuyacaq. Sonra bir dəfə var. Allahın varlığı vacibdir, vacib deyil. Mümkünlüyü sabit olandan sonra bəli var. Ondan sonra gəlir Allahın vücudu vacib deyil. Olmasa mümkün deyil olmasın. Bizim vücudumuz vacib deyil. Mümkündür. Ola da bilər, olmaya da bilər. Hansı baxımdan vacibül vücuduq, hansı baxımdan mümkünül vücuduq, bunlar hamısı ayrı-ayrı bəhslərdə gələcək. Bəli. Ümumiyyətlə, Allahı tanımanın başlanğıcı buradan başlayır. Ki, bəli, bir adam təsdiq elədi, Allah var. Həzrət Rasulullah sallallahu aleyhi və səlləmin dövründə keçən səfərdə bu misalı çəkmişdim. Həzrət gəldi, gördü bir qadın ip əyirir, cəhrə əyirir və yaxud nehrə çalxalayır. İndi iki cür formada var. Hər nə edir? Axır bir hərəkətdədir, bir işlə məşğuldur. Allah Resulü sallallahu aleyhi və səlləm o qadından soruşur, sən Allahı necə tanımırsan? Necə tanımırsan? O əlində olan işi saxlayır belə, əlini çəkir o işdən. İş əlindən çəkəndən sonra o fırlanan şey, tərpənən şey dayanacaq avtomatik olaraq. Bir görürsünüz, mən əlimi çəkdim, bu dayandı. Mən yenə əlimdən götürsəm, onu tərpətsəm, o hərəkətə gələcək. Bu dünyada fırlanır. Mən öz gözlə kör deyirəm, görəm günəş çıxır, ay çıxır, nə bilim, gecə olur, gündüz olur, qış olur, yaz olur, yay olur. Bunlar hamısı hərəkətdədir. Bunu mütləq bir idarə edən var. Kiminsə əli var bunun üzərində, bunu tərpədir. Yoxsa bu öz başına tərpənməz. Oradan başa düşmüşəm ki, Allah var. Bax, görürsünüz, elə insan vacib deyil mütləq onun düşündüyü kimi biz düşünək. Ki, o yolla Allahı dərk edəyək. Bu vacib deyil. Hər insanın özünün öz yolu var. Nə qədər varlıqlar var, onların sayı qədər də Allahı tanıma yolları var. Hər bir qarışqanın vasitəsilə də Allahı tanıya bilərsən, adam var gedib qalaktikaların vasitəsilə də Allahı tanıyıb. Hərənin bir vasitə Allahı tanıma üsulu var. Bəli, bu cür mümkündür tanımaq. Allaha inananların hamısı eyni şəkildə vəsf edilmədikləri üçün burada idrak obyekti barədə konkret tərif vermək mümkün deyil. Bayaq bax qeyd elədiyi kimi. Allaha inananlar çoxdur. Allaha inanmaq vasitələri də çoxdur. Konkret bunun barəsində elə bir tərif verək ki, hər bir şeyi ona əhatə eləsin, bu tərif vermək qeyri-mümkündür. Necə deyə bilərəm, Allahı tanımağın yolu necədir? Allahı vardır, necə təsdiq eləmək olar? Biri deyəcək mən qarışqa ilə, biri deyəcək mən fillə, biri deyəcək mən... Buna hər birini bir tərifə yerləşdirmək mümkün olmadığı üçün, həm Allahı tanıyanlar, həm də vasitələrin sayı çox olduğu üçün bu barədə tərif vermək mümkün deyil. Bununla belə, təqribən demək olar ki, insanlar bu mərhələdə ümumi şəkildə aləmin ülvi bir mənbəyinin, müqəddəs və əzəmətli bir varlığın olmasını təsdiq edir. Bütün insanlar varlıq baxıb görür ki, inananlar düşünürlər ki, bəli, bu aləmin bir yaradıcısı var, bu aləmdə nizam var, harada nizam var, orada ağıl var, düşüncə var, harada nizamsızlıq var, orada ağıl yoxdur. Və bu aləmi yaradan, bu əzəmətli olan aləmi yaradan varlıq mütləq əzəmətli bir varlıqdır, qüdrəti sonsuzdur və hər şeyə qadir. Bu da bir yol Allahı tanımağın ilk mərhələsi demək olar ki. Bir də var Allahın sifətlərini və feillərini tanımaq. Gəldik, çıxdıq həmin bizimlə digər əhl-i-sünnə arasında olan mübahisəli mövzulara ki, Allahın sifətlərini, hansı sifətlər Allaha aiddir, hansı sifətlər sübuti sifətlər, hansı sifətlər səlbi sifətlər, bizim Allaha aid etmədiyimiz sifətləri, Allahdan pak bildiyimiz sifətləri, o bursi vəhhabilər məsələn onu Allaha aid edirlər, əl, qol nisbəti vermək və s. və ilə axır. Bəli,
Allahı tanımanın sifətlərini və feillərini tanımaq da onu tanımağın mərhələləri, Allahı tanımağın mərhələlərindən biridir. Bu əqaid kitabı bizə Allahı tanımanın sifətlər vasitəsilə və feillər vasitəsilə Allahı tanımağı öyrədir bizə. Bu ən dəqiq və belə deyək, insanlarda imanın möhkəmlənməsi, Allah barəsində məlumatın genişlənməsi üçün çox böyük vasitədir. Elə ki, insan gəldi, Allah vardır cümləsini təsdiq elədi, qəbul elədi ki, Allah var, ondan sonra onun sifətlərini və feillərini təfərrüatı ilə başlayacaq. Bayaq qardaş sual verdi, ədalət məsələsi belə gəldi, Allahın zatı sifətinə olan şeydir, feil sifətinə olan məsələdir. Bu barədə başlayır insan o istiqamətdə addımlar atmağa. İkinci mərhələdə Allaha inananları ateistlərdən və skeptiklərdən ayırırdısa, bu mərhələ Allaha inananları müxtəlif qruplara bölür. Gəldik, çıxdıq nəyə? Birinci bölümdə Allahı tanımaq vardır cümləsi ilə biz ateistlərdən və şək eləyənlərdən ayrıldıq. Bu qrupda isə biz çox fərqli bir bölümlərə ayrılırıq. Xristiyanların Allah barəsində, sifətləri barəsində müxtəlif fikirləri var. Yahudilərin müxtəlif fikirləri var. Allahın oğlu sifəti və s. və ilə axır bunu sifət kimi Allah üçün qərarlaşdırırlar. Biz müsəlmanların arasında o qədər əqidəvi məzhəblər var, fərqli Allaha sifətlər aid edirlər ki, digərləri həmin sifətləri Allaha aid eləmirlər. Bir başqa sözlə desək, istər müxtəlif dinlər olsun, istər müxtəlif məzhəblər olsun. Bir dinin, məsələn, müxtəlif məzhəblər arasında Allah Taala ilə bağlı əqidə ixtilafları buradan qaynaqlanır. İki dənə İslam dini ilə, Xristiyan dininin o təlimlərini, təhrif olunmuş Xristiyan dinindən danışıram, təlimlərini, Allah barəsində olan təlimlərinə baxanda baxıb görür ki, onlar Allaha elə sifətlərlə sifətləndirirlər ki, bizim dində o sifətlərlə sifətləndirmək Allaha təhqir sayılır hətta. Misal olaraq, İslam dini ilə Xristiyan dini arasında olan ixtilaflar məhz nədən qaynaqlanır? 3 uqnum və yaxud 3 vücud, necə təcəssüm, Allah İsa'da təcəssüm eləyirdi. Allah İsa'ya hülul eləyirdi. Bizdə bəziləri, İslam məzhəblərində də bəziləri hülula inanırlar ki, Allah cisimləşib İsa'nın formasında. Sanki Allah göydən düşüb gəlib olub İsa. Belə bir formada düşünürlər. Ata, oğul və müqəddəs ruh. Bu əqidəyə malik olan insanlar var ki, bizdə buna təcəssüm deyirlər, cisimləşmə deyirlər və biz belə əqidələri qəbul eləmirik. Buradan irəli bu mübahisələr yaranır. Xristiyanlar bunları Allahın sifətlərindən hesab edirlər, amma müsəlmanlar isə bunu inkar edirlər. Deyirlər, Allah 3 dənə olmaz, nə də Allah heç nədən tərkib tapmıyordu. Əgər Allah Taala 3 dənədən ibarət olsa, İsa aleyhissalam, müqəddəs ruh ibarət olsa, onda bunların məsələn bir telefonun vücuda gəlməsi üçün onun öz içində olan mexanizmə ehtiyacı var da, ya yox, qabı lazımdır, üzü lazımdır, içində olan mexanizmi var, hər birinin özünün öz nöqtəsi lazımdır ki, bu telefon olsun. Bu telefonun telefon olmasının formasına gəlib düşməsi üçün ehtiyacı var öz hissələrinə. Öz hissələrinə. Allah Taala əgər 3 dənədən ibarət olsa, onda onun öz hissələrinə ehtiyacı olacaq ki, orada Allah formalaşsın. Bu hissənin biri olmasa, digəri də olmasa, o Allah kimi formalaşmayacaq. Burada ehtiyac sifəti yaranır. Ehtiyac sifəti yarananda olur ehtiyaclı varlıq. Yaradılışın, varlığının, özünün digər varlıqlara ehtiyacı var mənasında. Belə bir Allahı biz qəbul eləmirik. Biz düşünürük ki, Allah hər şeydən ehtiyacsızdır, heç nəyə ehtiyacı yoxdur və heç bir varlıq tərəfindən də təşkil olunmayıb, tərkib tapmayıbdır. Sonra digər tərəfdən müsəlmanların bir qrupu Allahı cisim hesab edirlər. Bəzi məzhəblərimiz var. Halbuki İslamın bir çox firqələri ki var ki, bu etiqadla nədir? Üst-üstə düşmürlər. Niyə cisim özü məkana ehtiyacı var? Hər bir cismin özünün məkana və zamana ehtiyacı var. Bunun formalaşması üçün. Allahın nə məkana ehtiyacı yoxdur, nə zamana ehtiyacı yoxdur. Nə də o cisim məhduddur, Allah məhdud deyil. Bu fərqləri ortaya qoyub, qabaqda da bu barədə danışacaq. Bu fərqləri ortaya qoyub nəticə alırıq ki, Allah cisim deyil. Sonra bir sözlə Allahı tanıma mövzusunda mövcud olan ixtilafların ən çoxu Allahın sifətləri haqqında olan ixtilaflardır. Deyilənləri nəzərə almaqla bu kitabda Allahı tanıma mövzusunun əsas bəhslərini Allahın varlığı məsələsi ilə başlayacaq, sonra isə onun sifətləri və feillərinə bəhs edəcək. Birinci Allahın varlığını hansı yollarla, Allah vardır cümləsini təsdiq eləmək üçün hansı yollarla əldə olunacaq
digər bölümlər isə Allahın sifətləri haqqında danışacaq, geniş şəkildə onları bir-bir sabit edəcək. Allah Teala bizi Allahın sifətlərini, xeyirlərini, Allahın zatı barəsində ümumiyyətlə geniş məlumatlara, düzgün məlumatlara sahib olanlardan qərar versin. Allah Mövlamız, ağamız, İmam Zaman ağanın vücudunu bir bəla eləsin, zühurunu təcil eləsin, bizi də onun dostlarından, onun məktəbinə kömək edən bəndələrdən qərar versin.